Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün gördüyünüz kimi az ərzaqla çox dadlı, soyuq havaların isti yeməyi olan noxud şorbası hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Noxudumuzu qazana əlavə edib bunu bişməyə qoyuram. Qeyd edim ki, noxudu bir gün öncədən islatmışam. Belə daha rahat, tez bişir. Noxudumuz burada bişir. Ərzaqlarımız nədən ibarətdir? 2 stəkan yarım bişmiş noxud götürmüşəm. 1 ədəd soğan, 1 ədəd yer kökü və 1 ədəd kartof. Yarım dəstə də kişniş. Az ərzaqla çox dadlı bir yemək alınır. İlk öncə soğanımızı doğrayıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Bəli, son zamanlar görürsünüz, soğanı da əllə doğrayıram. Belə daha asandır, rahatdır mənə. Soğanımızı doğradım. Üzərinə bir böyük qaşıq yağ əlavə edib, bunu qovrulmağa qoyuram. Soğanımız qovrulana qədər yer kökünü rəndədən keçirdirəm. Siz istəsəz yer kökünü kubik şəklində də doğrayıb əlavə edə bilərsiniz. Mən rəndədən keçirtdim və 1 ədəd kartofu da kubik şəklində doğrayıram. Noxudun faydaları çoxdur, bunu bilirsiniz, çox faydalıdır. Bəli, noxudu çox bişirmişəm, amma yeməyə 2 stəkan yarım əlavə etdim. Mən tez-tez noxud bişirirəm ki, faydalı olduğu üçün yeyilsin. Soyutma olaraq çox dadlı olur. Soğanımız az qovruldu. Yer kökünü də üzərinə əlavə edib, biraz da belə qovururam. Bir diş sarımsağı da xırda-xırda doğrayıb əlavə edirəm. Zövqlər müxtəlifdir. İstədiyiniz tərəvəzlərdən istifadə edə bilərsiniz. Bir diş sarımsağı da əlavə etdim. Və üzərinə kartof əlavə etdim. Bir yemək qaşığı tomat əlavə edib, bunu yaxşı-yaxşı qarışdırıram. Və üzərinə noxudu əlavə edib, yenə də qarışdırıram. Ərzaqlarımızın miqdarını adamına görə azaldıb və yaxud çoxalda da bilərsiniz. Tomatla da biraz qovruldu. Üzərinə qaynanmış su əlavə edirəm. Gördüyünüz kimi möhtəşəm görüntüsü var. Üzərinə duz, istiot əlavə edirəm. Bu dəfə yeməyimizə bulyonum olmadığı üçün qalina blanka əlavə etdim. Hər dəfə bulyon əlavə edirdim, amma bu dəfə olmadığı üçün qalina blankadan istifadə etdim. Dedim ki, biraz dadına dad qatsın. Yarım dəstə kişnişi də xırda-xırda doğrayıram. Kişniş də xüsusi dad qatır yeməyə. Üzərinə əlavə edəcəm.
Dediyim kimi noxudu çox bişirmişəm. Mən bunu illərdir bişirirəm. Faydalı olduğu üçün bişirirəm ki, yeyilsin. Amma şorbasını ilk dəfə idi ki, hazırlayırdım. İnanın ki, çox dadlı, ləzzətli oldu. Baxmayaraq ki, az ərzaqdır, amma çox dadlı bir yemək alındı. Əsl bu soyuq havaların isti yeməyidir. Artıq yeməyimiz bişib, gördüyünüz kimi. Göyərtisini də üzərinə səpirəm. Bu yeməyə ət də əlavə etmək olardı. Sadəcə mən bu dəfə bunu daha sadə hazırladım. Gördüyünüz kimi möhtəşəm yeməyimiz hazır oldu. Və qabımıza servis edirəm. Görüntüsündən çox dadlı, ləzzətli görünür. Dadı da çox ləzzətlidir. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun.